Və bugünkü videomuzda home və house arasındakı fərqi öyrənəcəyik və bununla yanaşı bir neçə lüğət də verəcəm sizə. Məsələn, home ev deməkdir. Yəni hər şey homedur. Yəni məsəl üçün qaldığın hər yer home ola bilər. Hətta sənin ofisin varsa, sən ofisdə yatırsansa, o da belə sənin üçün homedur. Küçədə yatırsansa, o küçə sənin evindir. Yəni ona da home demək olur. House isə həyət evinə deyirik adətən. Yəni öz hissəsi olan, yəni ərazisi olan yerə house deyirik. Bir də apartment var. Yəni apartment flat. Bunu bilirsiniz ki, bina evidir. House həyət evidir. Üstün tutmağı öyrənmək istəyirəm burada. Məsələn, I prefer a house to an apartment. Burada üstün tutduğum şey house'dur, evdir. Yəni prefer'dan sonra nə deyirəmsə, birinci deyil adını çəkdiyim şey üstün tutduğum şeydir. Sonra to, sonra ikinci şeyin adını çəkirik. Bəzən bunu radədən falan işlədirlər. Bu olmaz. Radədən ümumiyyətlə bəzən də radədənin müqayisə ilə işlədirlər. Radədən müqayisə ilə işləmir. Yəni more, less, better. Yəni bu kimi ifadələrlə radədən işlənməz. Radədən instead of mənasını verir. Yəni əvəzində mənasını verir. Məsəl üçün I would, nə bilim, die rather than be forgiven by you. Yəni sən tərəfindən bağışlanmaqdansa ölməyi üstün tuturam. Prefer'dan sonra feil işlədiriksə to deyirik. Məsələn, adətən I prefer, nə bilim, to live alone. Əgər prefer'dan sonra iki fərqli hərəkəti müqayisə ediriksə, gerundla verə bilərik. Burada mən passiv gerundla işlədəcəm. Bir dənə baxarsınız. Məsələn, I prefer dying to being forgiven by you. Mən sən tərəfindən bağışlanmaqdansa ölməyə üstün tuturam. Burada dying birinci gerunddur. Being forgiven ikinci gerunddur və bu məchun növdədir. Yəni passiv gerund being üstə gərək feilin participle formasında olur. Burada prefer sözünün isim forması da var. Preference, məsələn show preference for something və ya develop preference for something. Yəni isə bəyənmək, bəyənməyə başlamaq, ya bəyəndim ki. Məsələn, eventually I developed preference for houses because I have more space. Burada da space sözü daha çox yerim var mənasını verir. Space sözünü roomla əvəz etmək olar. Otaq mənasına əlavə yer mənasında verir. Yəni daha çox yerim var, əşyalarımı qoymağı falan.